Salam əziz şagirdlərimiz, xoş gördük sizləri. Bugün sizlərlə İzzə Nəşriyyatı 3-cü sinif riyaziyyat kitabından 3 və daha çox ədədin toplanması mövzusunu izah edəcəyəm və yeni testlərimizi işləyəcəyik. Əziz dostlar, əvvəl baxaq qaydamıza. 3 və daha çox 3 rəqəmli ədədi toplamaq üçün ümumi qaydadan istifadə olunur. Bəzi hallarda təkliklərin yaxud onluqların cəmi 20 və daha böyük ola bilir. Bu halda 2 yeni onluq və yaxud 2 yeni yüzlük yaranır. Baxın misalımıza 294 toplanıb 188 toplanıb 138. Baxın uşaqlar. 4-ün üstünə 8 gəlsək 12, 8 də gəlsək 20. 0 yazılıb 2 yadda. 9-un üstünə 8 gəlsək 17, 3 də 20. 2 də yaddamız var 22. Baxın bura 2-nin üstünə 1 gəldik 3, 1 də gəldik 4, 2 də yaddamız var idi 6. Neçə oldu? 620. İndi baxın çalışma 1-ə. Baxın dostlar. 235 toplanıb 620 toplanıb 143. Toplayırıq. 5-in üstünə 0 gəldik 5, 3 də gəldik 8. Yazırıq yerinə. 3-ün üstünə 2 gəldik 5, 5-in üstünə 4 gəldik 9. Yazırıq yerinə 9. 2-nin üstünə 6 gəldik 8, bir də 9. 998. İndi baxaq bura. 425 toplanıb 231 toplanıb 243. 5-in üstünə 1, 6, 3 də gəldik 9. 2-nin üstünə 3, 5, 4 də gəldik 9. 4-ün üstünə 2, 6, 2 də gəldik 8, 899. Baxırıq 310, 205, 485. Cavab neçə olar? 999. 526 toplanıb 111 toplanıb 362. Cavabımız neçə olar? 992. Bu qaydada çalışma 1 davam edir. İndi də baxaq çalışma 2-yə. Baxın dostlar, çalışma 2-yə. Toplama əməllərini həll edin. Gəlin həll edəyim. 342 toplanıb 103. Bu ikisini toplayırıq. Neçə eləyir? 445. 300. 103 toplanıb 221. Neçə eləyir? 324. İndi 445 ilə 324-ü toplasaq neçə eləyir? 769. Bu qaydada da çalışma 2-miz davam edir. Nə edirik? Keçirik çalışma 3-dən nümunə işləməyə. Baxın dostlar çalışma 3-ümüzə. 392 toplanıb 127 toplanıb 155. Burada nə deyir bizə? Deyir ki, misalları həll edin və nəticələri müqayisə edin. Həll edək, müqayisəmizi də edək. Baxın. Toplanmanı yerinə yetirəyim. Toplasaq neçə olar? 674. 283 toplanıb 175 toplanıb 218. Toplasaq neçə olar? 676. Nədir? 676 674-dən nədir? Böyükdür. Baxın uşaqlar, bu bir nümunəmizə. 115 toplanıb 124 toplanıb 142. Cavabımız neçə olar? 381. 251, 218, 127 toplasaq 596. Cavab hansı böyükdür? 596 böyükdür. İndi isə keçirik misal 1-ə. Baxın uşaqlar, artıq test 9-dayıq. Yuxarıdakı misallarla bağlı hansı fikir səhvdir? Əvvəl gəlin toplayaq. 154, 258, 197-ni toplasaq neçə olar? 609 olar. 297, 154, 258-i də toplasaq neçə olar? 609 olar. Yazdıq bura. İndi gəlin baxaq. A bəndində deyir, hər iki misalın cavabı eynidir. Əlbəttə ki, düzdür. B bəndində hər iki misalın cavabı təkdir. 9 ilə bitir, düzdür. C bəndində deyir ki, cəmlərdən biri cüt ədəddir. Yanlışdır. D bəndində deyir ki, hər iki misalın cavabı cüt ədəd deyil, düzdür. Cüt ədəd deyil. C bəndimiz fikir səhvdir. Baxaq. Misal 2-yə. Lalənin 368 manat pulu var idi. Yazırıq 368. Anası 145 manat verdi. Atası isə 246 manat. Lalənin nə çox pulu oldu? Lalənin neçə manat pulu oldu? Gəlin hesablayaq. Lalənin neçə manat pulu oldu? 5-in üstünə 8 gəlsək neçə eləyir? 13. 13-ün üstünə də 6 gəlsək 19. 9 yazırıq bir yadda. 6-ın üstünə 4 gəldik 10. 10-un üstünə də 4 gəldik 14. Bir də yadda 15. Yenə bir yaddamız var.
3'ün üstünə 1, 4. 4'ün üstünə 2, 6, bir də 7. 759 manat Lalənin pulu oldu. Cavabımız olur B bəndi. Baxırıq 3-cü misalımıza. Cədvəldəki toplama əməllərinin cavabı eyni olan rəngləsək hansı bənd alınır? Bunlardan hansı alınır? İndi nə edirik? Əvvəl cədvəli toplayırıq. Baxaq cədvəlimizdə 3-ə 260, 450, 128. Cavabımız olur 838. 300, 480, 128. Cavabımız olur 908. 305, 350, 148. Cavabımız olur 803. 405, 128, 305. Cavabımız olur 838. Demək nədir? Bu qayda ilə olsa hansı bəndimiz uyğun gəlir? B bəndimiz uyğun gəlir. Keçirik 4-cü misalımıza. Baxaq uşaqlar 4-cü misalımıza. Müqayisəsini ödəyən ən kiçik 2 cüt ədədlə 298 ədədinin cəmi neçədir? Əvvəl nə edirik? 125 ilə 176-nı toplayırıq. Neçə olur? 301 olur. Sonra nə edirik? Müqayisəsini hansı ədəd ödəyər? 301-dirsə 300. 2, 304. Bizə cüt ədəd deyir. O da neçə olur? 606 olur. Biz də nə edirik? 606'nın üstünə 298 toplayırıq. O da nə edir? 904 edir. Cavabımız olur B bəndi. 904. Keçirik 5-ci sualımıza. Modelle göstərilmiş cəmdən 248 vahid böyük olan ədəd hansıdır? Baxağım, böyük olan ədəd hansıdır? Əvvəl modelə baxağım. 2, 2, neçədir? 7'dir. Toplayaq. 3, 6, 3. 3'dür bu. Bu neçədir? Bura baxırıq. 5. 227 toplanıb 335. Cavabımız neçə olar? 562. Sonra nə edirik? 248 vahid böyük deyir. 256'nın üstünə də 248 toplayırıq. 562'nin üstünə 248 toplayırıq. O da neçə edir? 810. Cavabımız olur D bəndi. 810. Keçirik 6-cı sualımıza. Baxaq uşaqlar. Aşağıdakı misallardan hansının cavabı doğru göstərilmişdir? Bizə göstərilmişdir deyir. 146, 323, 451. Toplasaq neçə olar? Əlbəttə ki 920 olar. 920. Cavabımız nədir? Səhvdir. 267, 193, 511'i toplasaq neçə olar cavabımız? 971 olar. Bu da səhvdir. Baxırıq C bəndinə 382, 206, 208. Toplasaq cavabımız olar 796. 293, 526, 105'i də toplasaq cavabımız 925 olar. 26 yox. Əziz dostlar, indi də keçirik 7-ci misalımıza. Baxağın, fermada 248 quzu, 139 qoyun var. Keçilərin sayı isə qoyun və quzuların sayının cəmi qədərdir. Fermada cəmi neçə heyvan var? Əvvəl nə edirik? 248 ilə 139'u toplayırıq. Neçə eləyər? 387. Demək bu nədir? Qoyunla keçilərlə quzuların sayıdır, eləmi? İndi bizə nə lazımdır? Cəmi heyvanların sayı lazımdır. Onda nə edirik? 387'də gəlirik üstünə. Toplasaq neçə olur? 774. Demək fermada cəmi neçə heyvan var? 774. C bəndi. Keçirik 8-ci sualımıza. Baxaq uşaqlar 8-ci sualımıza. Aşağıdakı misallardan hansının cavabı digərlərindən böyükdür? Baxağın, 361, 408, 130 toplasaq olur 899. 245, 617, 133 toplasaq 995. 509, 174, 316 toplasaq 999. 425, 318, 129 toplasaq 862. Bizdən nə soruşur? Cavabı digərindən böyükdür. Hansının cavabı böyükdür? Əlbəttə ki 999. Cavabımız olur C bəndi. Baxırıq 9-cu sualımıza. Baxağın uşaqlar, yuxarıdakı ədədlərdən ən böyüyü ilə ən kiçiyinin cəmindən 175 vahid böyük olan ədədi onluqlara qədər yuvarlaqlaşdıracağıq. Baxağın uşaqlar, ən böyüyü hansıdır?
Ən böyüyümüz neçədir? 471 yazırıq. 471. Ən kiçiyimiz hansıdır? 173. Toplayırıq. Neçə eləyir? 4'ün üstüne 1, 3'ün üstüne 1 geldik 4, 7'nin üstüne 7 geldik 14, 4 yazırıq 1 yadda, 4'ün üstüne 1 5, 1 de yadda 6. 644. İndi nə edirik? Üstüne de gəlirik 175. Cavab neçə olur? 819. Bizdən nə soruşur? Onluqlara qədər təklik, onluq. Təklik böyükdür. 9'dan biri verilir 2. Demək cavabımız neçə olur? 820. Cavabımız olur C bəndi. 820. Keçirik 10-cu sualımıza. Baxaq uşaqlar. Cədvəli əsasən sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Nə deyir burada? Cədvəli əsasən 113 toplanıb 304. Neçə eləyər? Bir dəqiqə. 417. 103 ilə də 104 ilə də 215'i toplasaq neçə eləyir? 519. Bu ikisini də toplasaq neçə eləyir? 936. Demək sual işarəsinin yerində hansı olmalıdır? C bəndi 936. Keçirik 11-ci sualımıza. Modelle verilmiş toplama əməlinin cavabı hansı bənddə göstərilmişdir? Gəlin baxalım birinci toplamamıza. 162 235 65. Toplayırıq. Cavab neçə olar? 462. Bizdə nə deyir? Modellə uyğun tapmalıyıq. 4 yüzlük, 6 onluq, 2 təklik. Cavabımız hansı uyğundur? C bəndimiz uyğun gəlir. Keçirik 12-ci sualımıza. Baxaq uşaqlar 12-ci sualımıza. Mağazada 3 yeşikdən birincisində 245, ikincisində 137, üçüncüsündə isə bunların cəmindən 271 kiloqram çox üzüm vardı. Üçüncü yeşikdə neçə kiloqram üzüm var idi? Gəlin baxalım. Birinci nə deyir? Bizə hansını deyir? Üçüncüsünü tapmalıyıq. Bunların cəmindən nə etməliyik? 245 toplayırıq 137. Neçə edir? 382. Üstünə də nə gəlirik? 271. Neçə olur? 653. Demək, üçüncü yeşikdə neçə kiloqram üzüm var? 653. Cavabımız olur B bəndi. 653. Əziz dostlar, bugünlük bu qədər. Bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Sağ olun dostlar.